Әстір, birinchi bob. Tövendeki vəqə Padişah Ahasveroş zamanında yüz bəgən. Ahasveroş Suza qələsidiki təxtdə oturub, Hindistan'dın Mısır'nın yersıqçı boğan 127 ülkəyə hökümranlıq qıgan idi. O, hökümranlığının 3-cü yılında barlıq ali əmərdarları bilən bəglərə bir katta ziyafət bədi. Ziyafətə Persiya bilən Midiyanın sərkərdələri, hər qaysı ölkələrdəki yuqori təbəqədikilər və ali əmərdarlar kelib qatnaşdı. Ziyafət 6 ay davamlaşdı. Padişah bu cəriyanda ulağa öz imperiyasının baylığı və özünün şan şərifini namayan qıldı. Arqıdınla padişah yana Suza qələsidəki bütün kişilərə mərtəbəsinin yuqori tövənlikiga qaramay, ordu güzarlıqda 7 gün ziyafət bədi. Məzkur güzarlıq oq və kök kəndir rəxtin tikilgən pərdələr bilən bezəlgən olub, bu pərdələr mərmər taş türüklərdəki kümüş halqılağa, sölsün rənglik kəndir rəxt bilən çəkilgən idi. Mərmər taş, sədəb və türlük rənglik taşlar yatqızılğan yerinin üstüge altın kümüşdən yasalğan yölənçüklük uzun orunduqla qoyulğan idi. Şaraplar bir-biriga oxşamaydigan altın qədəxlərə quyulğan olub, padişahının buyruğu boyunca ordudakı şaraplar mərtləcə təminləndi. Padişah ordu xizmətkarlarına həməylənin xalığançı şarap içişigə yol qoyuşlarını, amma heç kimge zorlamaslıqlarını buyurdu. Şunun bilən bir vaqtda Xanish Vaşti Padişah Ahasveroş'un ordusuda ayollar üçün həm ziyafət bədi. Katta ziyafətnin 7-ci günü Padişah şaraptın keypi çağ bolğunida hozurda xizmət qılıdığan 7 hərəm ağasını, yani Mihuman, Bista, Xarbona, Bixta, Abaqta, Zetar, kərkəslərini Xanish Vaştığa xanışlıq tacını kiydirib, huzuruğa təklif qılıb kelişlərini buyurdu. Xanish intayın çiraylıq ayal boğaşqa, padişah ali əmərdarları bilən barlıq ziyafət əkligə onun gözəl camalını kösətməkçidir. Lekin hərəm ağları Xanish Vaştığa padişahının əmrini yetkizgəndə o bir işini rədd qıldı. Bunun bilən padişah intayın xapı olub, qəzbi örləb getdi. Aşı vaxtdaki padişahlarının qaydası boyunca padişah məlum məsələlərə duç kəlgəndə qanun və tərtib intizamını yaxşı bildiğanlarının məslihətini alatdı. Şuna padişah öz zamanının takamullaşqan akıllarından məslihət sordu. Akıllardan onun yıkınları Karşina, Şetar, Admata, Tarshish, Məres, Marsina və Mimukalla idi. Ula Persiya və Midiyadiki 7 ali əməldar olub, padişah bilən daim körüşələydiğan və imperiyada aldınqı ornu turduğan kişilər idi. Padişah uladın, mən ki padişah Ahasveroş, hərəm ağasını əvətib, Xanish Vaştığa əmir yetkizgən idim. Lakin o əmrimni bəca keltirmedi. Qanun boyunca onu qandaq bir tərəf qilish kerak, deb sordu. Mimukan bununla cavaben padişah və başqa ali əmərdarlığa mundaq dedi. Xanish Vaşti padişahının aldıda emas, belki padişahının hər qaysı ölkələrdəki ali əmərdarlarının şundaqla bütkül xalqlarının aldıdı mı xatalıq ötküzübdü. Çünkü Xanish'ın qılan bu işi imperiyamizdeki həmmə ayallarının arsığa tarqılışı bilenla bu iş ulanın öz ərlərini közge ilmaslıqqa səbəb buludu. Ula padişah Ahasveroş Xanish Vaştini huzuruna təklif qılan ikən, amma o bir işini rədd qıptı, deyişidu. Persiya
ve medyadaki emerdorlarning xonimlari xonishning bu ishini anglagan hamon erlariga shundoq muomala qilishga boshlaydi. Buning bilan oilda mansitmaslik bilan xopiliq uzilmaydi. Agar oliylari xolisila, buningdan keyin vaqti podshohning huzuriga kelmasin deb amr tushagayla va bu amrni yozdirib, Persiya bilan medianing qonuniga o'zgarmas qilib kirgizgayla va oliylari uning xonishlik o'rnini uningdan yaxshiroq birsiga bagayla. Podshoh amri katta imperiyalarining hamma joylariga jakarlangandan keyin hamma ayollar o'z erlarining martabasining bo yo'qligidan qat'iy nazar ularni hurmat qiladigan bo'ladi, dedi. Podshoh va uning oliy amaldorlari bu fikrni to'g'ri topdi. Shunga podshoh Memukanning taklifi bo'yicha ish ko'rdi. Podshoh har bir o'lka xalqining o'z til yoziqida imperiyaning hamma joylariga har bir o'z oilasining xo'jayinidir deb hukm tushirdi.